Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə siyahılar haqqında danışacağıq. HTML-də istifadə olunan siyahılar hansılardır və niyə görə biz bunlardan istifadə edirik, daha doğrusu haralarda istifadə edirik. Və təbii ki, siyahı nədir, bu anlayışa da baxmış olacağıq. Mən burada 08 deməli siyahılar adında folderimi yaratdım, dərs folderimi yaratdım. İçərisində index.html yaratmışam və hal-hazırda onun içərisindəyim. İndi burada sağ düymə eləyib Open White Live server eləsək əgər, biz brauzerdə artıq layihəmizi görə biləcəyik. Canlı formada layihəmiz burada aktiv olmuş olacaq. Siz də ekranı belə bölə bilərsiniz. Sağ tərəfə brauzer gətirin bu formada, sol tərəfə də bunu gətirin. Belə keçidləri rahatlaşdırmaq üçün eləyirəm bunu. Deməli, ilk öncə siyahı nədir? Baxın, siyahı nədir? Bunu başa düşmək lazımdır. Siyahılar hər hansı bir şeyi, müəyyən bir məlumatları qruplaşdırmaq üçün istifadə olunur. Örneğin, baxın elə gəlin başdan örnək verim. Düşünün ki, bir veb saytımız var. Məsələn, baxın, bunu veb sayt üzərində də göstərəcəm. Bunun yuxarı hissəsində menü hissəsi olurdu, elə deyil. Burada fikir verməmiş olmazsınız. Məsələn, burada yazılır home, ev bölməsi də, yəni about haqqında bölməsi, kontakt, info, hər hansı bir məlumatlar, xidmətlər, kurslar və s. də fikir verin, hər biri burada bunun hər birinə, bu yazının hər birinə element olaraq baxa bilərik. Nəyin elementi olaraq? Zaten HTML elementlərdir bunlar. Amma bu ümumi qırmızı düzbucaqlı ki var, bunun içərisində yer aldı bunlar, elə deyil. Yəni biz nə etmiş olduq? Bu hissəni sanki qruplaşdırdıq. Dedik ki, bunlar bir kateqoriyadandır deyək, yoxsa bir cinsdəndir deyək. Bu formada başa düşmək olar da qruplaşdırırıq sanki. Məsələn, hər hansı bir qabları səliqə ilə yığırlar və yaxud da ki, ümumiyyətcə də maşınları qruplaşdırırlar. Bu da eyni qaydada. Elementləri qruplaşdırırıq. Yəni veb saytımızda məsələn menyu hissəsi olduğunda və yaxud da ki, burada sağ tərəfdən belə menyu açılanda burada yazılar ki çıxır. Bunları biz siyahılar içərisində yaza bilərik. Sıralaya bilərik də, yəni. Təbii ki, burada sıralı, daha sonra sırasız bu formada bölünür siyahılar özləri də. Onlar da haqqında deyəcəm. Amma ilk öncə siyahıların nə olduğunu başa düşək. Yəni qeyd etdiyim kimi, bunları biz siyahı formasında yazırıq, qruplaşdırırıq, elementləri qruplaşdırırıq ki, məsələn, bunların hər birinə CSS özəlliyi verəndə bunların hamısına təsir edəndə səliqəli alınacaq. İşimiz rahatlaşmış olacaq. Struktur düzgün qurulmuş olacaq. Aydındır? Bunu başa düşmək lazımdır. Yəni siyahıları səhifələrdə bu yerlərdə istifadə edəcəyik. İndi sonda deməli real layihə üzərində də göstərəcəm. Yəni hər hansı bir veb sayt üzərində göstərəcəm. Elə GitHub səhifəsində örnək verəcəm sizə. İndi yaxşı, bəs bu siyahılar hansılardır? Baxın, all var burada. UL var, li var və all daxilində type istifadəsi var. Bunları göstərəcəm. Siyahılar bu ikisidir. Baxın, all-la UL-dir. Gəlin həmən yazaq. Məsələn, all yazdım, baxın. All yazdım. Bunun içərisində bu özü bir siyahıdır. Buna nömrəli siyahı da deyirlər, sıralı siyahı da deyirlər. Yəni fərqli-fərqli adları var bunun. Ordered və yaxud da ki unordered olaraq bölünür bunlar. All-la UL bölünür. Aydındır? Buna UL-ə isə nöqtəli də deyirlər. Amma buna nömrəli deyirlər və yaxud da ki sıralı deyirlər o elə, amma buna sırasız deyirlər. Yəni fərqli-fərqli adlandırmaları var. Aydındır? Bəs yaxşı, bunun mənasını, elə adlandırılması mənasını biz istifadəsindən biləcəyik. OL dediyi ki, sıralıdır. Sıralı siyahılardır, elə deyil. Məsələn, bunun içərisində bunu yadda saxlamaq lazımdır. All yazdıq, UL yazdıq, içərisində lini yazırıq. Yəni bu lini bunların içərisində istifadə edirik. Baxın, li yazıram bura. Bunun içərisində mən elementimi yazacağam artıq. Məsələn, alma yazıram bura. Alma yazdım. Sonra kontrol vurub enter vururam, düşürəm aşağı. Bir dənə də li yazıram. Məsələn, heyva. Bir dənə də kontrol vurub enter vururam. Məsələn, li yazıram. Yəni siz bu formada da düşə bilərsiniz də təbii ki aşağı. Məsələn, nə yazaq bura? Alma yazdıq, heyva yazdıq, kivi yazaq. Məsələn, bu formada da elementlər yazmaq olar, elə deyil. Mən burada nə yazdım? Fikir verin. OL yazdım, qruplaşdırdım sanki bunları. Və bu OL içərisində liləri yazdım. Hər birinə də müəyyən bir şeylər yazdım da, yazılar yazdım. Alma, heyva, kivi. Meyvələri burada yazdım, elə deyil. İndi səhifədə baxdığımız zaman fikir verin. Yaxınlaşdıraq hətta bunu. Bir yazıldı, bir nöqtə yazıldı, alma yazıldı. 2 nöqtə yazıldı, heyva yazıldı. 3 nöqtə yazıldı, kivi yazıldı. İndi bunu artırsaq bu liləri 4, 5, 6 bu formada yazılacaq. Fikir verdinizsə əgər 1, 2, 3 bunlar sıralandı. Nömrəli siyahılar, sıralı siyahılar və s. də ona görə bunlara bu ad verilir. Müəyyən bir şeyə görə sıralanır. İndi burada type nə üçündür bəs? Type ilə biz bunu dəyişdirə bilərik. Məsələn, fikir verin, 1 olduğu halda elə bu formada 1-dən sona qədər gedəcək. Yəni 1-dən artan sıra ilə davam etmiş olacaq. Örneğin burada baxın type özəlliyinə baxaq. Bunları əzbərləməyin. Məsələn, böyük A yazdığımız zaman deməli əlifba hərflərinin sırasına görə sıralayır. A, B, C, D, G bu formada gedəcək. Sona çatanda artıq cütləşdirəcək və s. bu formada davam edəcək. Və yaxud da ki, kiçik A yazdığımız zaman
Kiçik A yazaq bura. Bu formada yazdığımız zaman kiçik hərflərlə davam edir. Daha sonra burada nə vardı görək. I olmalıdır səhv eləmirəmsə. Baxın I, böyük I var burada. Ctrl S vururam, Roma rəqəmlərinə görə sıralayır. Yəni bunları bilmək olar da kiçik I var, onları yazıb yoxlaya bilərsiniz. Yəni bu type özəlliyi də bu formadadır. Gəlin bunun hətta belə eləyək. Baxın bunu Ctrl C eləyirəm, gətirirəm aşağı yapışdırıram. Bu type-ı buradan silirəm. Göstərmək istəyirəm ki, type-la da yazmaq olar, type-sız da yazmaq olar o yerləri. Ctrl K C eləyirəm bunu, type-ı da bu formada qalsın. Aydındır. Yəni başa düşmək lazımdır ki, OL yazdığımız zaman bunlar olacaq sıralı siyahılar. Və qeyd etdiyim kimi siyahılar da elementləri qruplaşdırmaq üçün bu formada qruplaşdırmaq üçün istifadə olunur. Bir də burada UL var. UL isə nöqtəli siyahılar da adlanır, sırasız siyahılar da adlanır. Bəzən çox belə fərqli-fərqli adlar vermək olur da. Amma əsas məsələ mənasını başa düşmək lazımdır. UL yazıram buraya, enter vurdum. Baxın yenə içərisində li yazıram. Məsələn, gəlin bu dəfə home yazaq bura. Li yazıram, about yazaq. Bir dənə də li yazıram. Kontakt yazdım məsələn. Ctrl S eləyirəm. Baxın, artıq UL içərisində yazdım, fikir verdiksə. Baxın, nöqtə ilə düşdü burada. Nöqtə ilə. Home, about, contact. İndi biz belə yazdığımız halda düşünün ki, menyu hazırlayırıq. Bunları yazacağıq, sonra CSS ilə elə eləyəcəyik ki, bunlar məsələn yuxarıda bu hissədə bura home düşəcək, bura about düşəcək, bura contact düşəcək. Məsələn, bölüşdürəcəyik. Bunları CSS ilə eləyəcəyik. Bu nöqtələri necə silə bilərik buradan? Bunları göstərəcəm sizə. Heç narahat olmayın. Yəni bu formada necə alt-alta deyil də yan-yana düzəldə bilərik və s. Bunlar CSS ilə olacaq. Onları da göstərəcəm. Amma siyahıları başa düşmək lazımdır ki, bu formada elementləri qruplaşdırmaq üçün istifadə olunur. All-dan da istifadə var təbii ki, yerinə görə. UL-dən də istifadə var yerinə görə. Aydındır? İndi gəlin bunu belə bir şey eləyək. Baxın. Bir də gəlin bunu da göstərim sonra. Belə bir şey də ola bilər. Məsələn, baxın. UL içərisində düşünün, bu qalsın burada. Ctrl C eləyək, Ctrl K C eləyək, düşək aşağı yapışdıraq. Bir də iç-içə də yazmaq olar. Məsələn, bir dənə li yazıram burada, sonra gəlirəm belə bir şey yazıram. Düşünün. Məsələn, all yazıram bura. Bunun içərisində də artıq liləri yazmağa başlayıram. Məsələn, home altında müəyyən bir şeylərdə 1 yazıram məsələn bura. 1 yazmayaq da indi. Gəlin belə bir şey yazaq. Məsələn, A yazaq bura. Düşək aşağı li yazıram, B yazıram. Sonra li yazıram, məsələn, C yazıram bu formada. Ctrl S eləyirəm. İndi baxdığımız zaman fikir verin, home-un altında artıq A, B, C bunlar düşdü. Bu A, B, C mənim yazdıqlarım da bura. Bunlara belə bu formada bir şeylər də yaza bilərsiniz. Mən bir şey tapmadım yazmağa, ona görə elə yazdım. Yəni home altında fikir verdinizsə əgər, home altında 1, 2, 3 açıldı. Yəni iç-içə oldu bu siyahılar. Aydındır? Yəni demək istəyirəm ki, iç-içə də istifadə etmək olur. Amma yəni də kənarda li falan yazmayın da. Məsələn, UL yazdısa içərisində li yazdınız. Hə, o linin içərisində yenə UL və yaxud da ki, all yazmaq olar. Amma da gəlib birbaşa kənarda belə li yazmayın da. Məsələn, salam. Ctrl S edirəm. Baxın, belə bir şey yazmayın. Bu salamı belə yazmayın. Aydındır? Yəni ya UL ya da ki, all içərisində istifadə edin. Daha çox, yəni hər zaman belə istifadəsini görəcəksiniz demək olar. Bu formada, yəni iç-içə buna nested lists də deyirlər. Yəni iç-içə listlər də deyirlər buna. Yəni sadəcə istifadəsini bilmək kifayətdir. Məsələn, burada UL içərisində yazdıqda biz elə deyil. All içərisində də eyni qaydada bu formada iç-içə siyahılar yazmaq olardı. Aydındır? Bu belə. İndi gəlin, baxın, GitHub səhifəmə keçək buradan. Kitab.com, Rəsul Cəngilli. Bura keçirik. Fikir versəz, bunu da biraz sağa gətirirəm. Ekranda sağ düymə eləyirəm, inspect eləyirəm. Baxın, burada eləyirəm. Sağ düymə elədim, inspect elədim. Və bizdə bu element hissəsi açıldı. Ola bilər sizdə fərqli tablarda olsun. Baxın, burada görsənmirsə, console search network görsənmirsə burada və yaxud da ki, element hissəsi görünmürsə, bu işarəyə vurun, buradan tapacaqsınız element hissəsini. Element hissəsinə keçid edin. İndi bunu da biraz sağa gətirirəm. Fikir versəz, əgər burada repositorylər var. Yəni, buna kvadrat adlandırmaq olar da, biz deyə buna kvadrat. Bu kvadratlar ki var burada, müəyyən qruplaşdırılmış halda görsənir də, bizə elə deyil. Yəni hər biri fikir verdinizsə, hər biri eyni özəlliyi var. Burada adı var, burada public private olması yazılır. Daha sonra burada deməli açıqlama hissəsi var. Burada məsələn icon var və s. Bu kvadrat içərisində. İndi məsələn buna klik edirəm, bu işarəyə klik edirəm. Gəlirəm. Bu elementin özünü seçmirəm. Baxın, bu elementin özünü seçmirəm. Bu nəyin içərisindədir? Onu seçirəm. Baxın, bu kvadratı seçdim. Fikir verdinizsə, baxın all içərisindədir. Bunlar yəni sıralanıb nəyin içərisində? All içərisində. Onun içində də baxın hər biri listdir. Fikir verin, üzərinə gedirəm, görürsüz, göstərir. Hər biri lilərdir. Fikir verin, hər biri lilərdir bunlar. Aydındır? Yəni siyahılar belə yerlərdə istifadə olunacaq və yaxud da ki, bura baxaq gəlin bu menyu hissəsinə.
Baxın bu menyu nə içərisindədir? Nav içərisindədir, elə deyil. Navın içində linklərlə yazılıb birbaşa. Burada sıralara ehtiyac olmayıb, səhv etmirəmsə. Baxaq bir dənə. Yəni belə də mümkündür. Nav içərisində yazırıq. Nav və sair nədir? Onları izah eləyəcəm sizə. Heç narahat olmayın. Hə, burada linklər formasında yazılıbdır. Yəni siyahıların belə yerlərdə istifadəsini görəcəksiniz, çox görəcəksiniz. Ola bilər məsələn bunu siyahılarla da qurmaq olar. Nav içərisində də qurmaq olar. Nav indi semantik etiketlərə daxildir. Ona görə də SEO tərəfindən əhəmiyyətlidir. Ki, nav barı və s. də adından göründüyü kimi elə nav içərisində yazmaq daha yaxşıdır. Onları da göstərəcəm. Heç narahat olmayın. Amma burada fikir verdinizsə, məsələn, repozitorilər nə idi? Siyahılar içərisində idi. Aydındır? Müəyyən bir siyahıdan istifadə olunub və hər bir elementi də li içərisində yazılıb. Hə, bunun içərisində fikir verin. İndi göstərəcəm onlarda. Məsələn, buna baxdığımız zaman bir dənə biraz sağa gətirək bunu. Baxın, li içərisində div yazılıb. Hara getdi bu? Baxın, li içərisində div yazılıb. Fikir verin. Bu divin içində də müəyyən bir div yazılıb. Bunun içərisində məsələn div yazılıb, daha sonra p yazılıb açıqlaması, bir dənə də p yazılıb burada bu formada. Aydındır? Bunların içərisində də baxa bilirik. Məsələn, bunun içərisində span yazılıbdır, span içərisində A və s. də, yəni bu formada iç-içə yazılıb. Yəni linin içərisində və s. bu digərlərində yazmaq olur. İndi biz div falan keçməmişik deyə bunları bilməsəz normaldır. Yəni divi və s. keçəcəyik, heç narahat olmayın. Amma bilmək lazımdır ki, siyahılar belə bir yerlərdə müəyyən bir elementləri qruplaşdırmaq üçün istifadə olunacaq və oldan, UL-dən istifadə etmək olar yerinə görə. Ola bilər ki, oldan istifadə edərsiniz, ola bilər UL-dən istifadə eləyərsiniz. Aydındır? Bu da belə. Növbəti dərsimizdə artıq deməli fərqli mövzu ilə davam etmiş olacağıq. Təbii ki, dərslərimiz davam eləyir. Yəni HTML-i mən sizə çox belə deyək də başa düşülən formada izah etməyə çalışıram bu dərslərdə və digər dərsimizdə eyni qaydada bu dərslər kimi olacaq. Belə, ümid edirəm ki, qaranlıq qalan bir mövzu olmadı. Bu mövzunda çalışın, biraz araşdırın özünüz üçün və kodlar yazın. Mütləq şəkildə kodlar yazın. Öz adınızı məsələn yazın, nə oxuduğunuz məktəb və s. yazın, altından sıralayın. Sevdiyiniz fənləri sıralayın, sevdiyiniz proqramlaşdırma dillərini sıralayın, sevdiyiniz məsələn kompüterləri sıralayın, maşınları sıralayın. Sıralı formada siyahılarla yazın. Aydındır? Bu da belə. Növbəti dərsimizdə qeyd etdiyim kimi fərqli mövzu ilə davam eləyəcəyik. Növbəti dərsdə görüşək.